bir abid insan olub. Bərsisa da adı tarixdə. Abid idi. Şeytan onu üzr istəyirəm, bağışlasın analar, bacılarına. Aldatdı bir yolla artıq. Bir xanımdan günaha saldı. Günaha salandan sonra vəsvəsə elədi ki, da başqa yolun yoxdur, öldür onu. Abrun gedəcək. İkinci günahı da elətdirdi ona. İkinci günah olandan sonra nə baş verdi? Bilindi məsələlər, nə var, nə yox. Məsələ bililəndən sonra bunun edam hökmü verildi. Edam hökmü veriləndən sonra deyirlər, daha ip boğazında idi, iblis canlandı, şeytan canlandı. Şeytan bir neçə yerə canlanıb. Sima alıb, gəlib söhbət edib. Deyəcəm birində ayısını deyəcəm sizə. Harada? Bir sima aldı, dayandı onun qabağında. Göründü. Dedi, səni mən bu vəziyyətə salmışam, bu vəziyyətdən çıxarda bilərəm. Çıxardarsan məni indiki vəziyyətdə, dedi, hə. Dedi, yolu nədir? Dedi, yolu budur, mənə səcd elə. Dedi, bu vəziyyətdə görmürsən vəziyyətimi? İp boğazımda. Deyir, ev yoxdur, elə bir dənə gözündən işarə elə. Dedi, kifayət edir, dedi, hə. Elə ki, gözü ilə işarə elədi ki, daha mən qəbul elədim, onda deyir, iblis qayıtdı, o şeytan qayıtdı, indi bəri ol minki. Sən ki, sən də, mən ki, mən də. İndi əxafullah, mən Allahdan qorxuram. Sağ ol. Bu da bir insan taliyi. Yəni, siz bu hadisəni götürün, bu insan taliyidir. Düzdür, belə nə qədər insanlar bədbəxt olur.